2018-in yeşkasıdır. Aski sistemi də Air'dir. Bir ay bundan əvvəl gedib ustanın yanına ki, bunda problemi var. Usta da qoyub düzəldəcəm. Düzəldib. Paduşkanı dəyişib. Belə sıxmasın. Bu bir aydan sonra niyə açılmalıdır, təzədən yığılmalıdır? Mən demişəm paduşka dəyiş, yoxsa bunu elə, onu elə. Bu işi görəndə 0-dan 100-ə qədər müştəriyə bildirirsən ki, səndə bu dəyişilməlidir, bu dəyişilməlidir, bu düzəlməlidir, o olmalıdır, bu olmalıdır. Qoy müştəri öz fikrini bildirsin ki, sənin üçün də rahat olsun. Bax, yenə təzədən bir aydan sonra açılıb. Bəli, buyur Talib bəy. Paduşka dəyişilib dəyişilməyinə. Ayaq rezinlər dəyişilməyibdir. Udarnik cırıq olub, o dəyişilməyib. Bir də amortisatorun qazı çıxıbdır. Bu da qazı yerində olmalıdır ki, maşın düzgün işləsin. Biz yenidən bunu təmir edib, müştəriyə təhvil verəcəyik və görülən işlərə də bir zəmanət verilir. Cümləni gördün? Yenidən təmir edib verəcəyik. 2018-in yeşkası niyə 5 dəqiqədə bir amortizator açılmalıdır axı? Bax, bunları aç, şəklini çək, müştəridir. Bilməyə bilər. Bu adam həkimdir. Bəlkə bu adamın başı çıxmır bunlara. Denən ki, ay doktor, ay insan, bu dəyişilməlidir, o dəyişilməlidir. Bəli, şəkillə sənə göndərəcək. Bil bunları dəyişmək lazımdır. Buyur, dəyişildi təzədən.